Salam dəyərli izləyicilər, zəhmət olmasa kanala abunə olun. Bu xəstəliyin daha geniş formasına videosu kanalımda var. Lepra xəstəliyi. Mikrobakterium leprae adlı bakteriyanın türətdiyi xroniki infeksiyon xəstəlikdir. Əsasən dəri, periferik sinirlər, gözlər və yuxarı tənəffüs yollarının selektiv qişası zədələnir. Xəstəlik çox yavaş inkişaf edir. Tarixi baxımdan bu xəstəlik min illərdir məlumdur. Hətta ən qədim xəstəlik olduğu deyilir. Orta əsrlərdə bu xəstəliyə ilahi cəza kimi baxırdılar. Xəstəliyin törədicisi vərəm bakteriyasına oxşuyur. Sinir hüceyrələrinə meyillidir. Bir yaxşı xəbər odur ki, bu xəstəlik asanlıqla yoluxmur. Xəstə ilə uzun müddət təmas lazımdır ki, bu xəstəliyə yoluxma baş versin. Xəstəliyin yüngül və ağır forması var. Yüngül formada az sayda dəridə ləkələr, dəri keyləşməsi, az yoluxucu olması, immunitetin nisbətən güclü olması və s. Ağır forması isə dərinin geniş zədələnməsi, üzdə qalınlaşma, yəni şir sifət, sinirlərin ciddi zədələnməsi və yüksək yoluxuculuq hissi. Həmçinin bu xəstəlikdə barmaq və ayaqda deformasiya, korluq, görmədə zəiflik, sinirlərin qalınlaşması, infeksiyalı yaraların, həmçinin əzələ zəifliyinin yaşanması baş verir. Üstəgəl psixoloji travmalar bu xəstəlikdən sonra, bu xəstəlik zamanı baş verir.